Xalq şairi Sabir Rüstəmxanlı Modernasa açıqlama verib və deyib ki, İranda davam edən etirazlar fonunda indiyədək bu prosesin konkret hədəfi və əsas idarə edici qüvvəsi açıq şəkildə görünmür. Yəni, məsələ təkcə daxili proseslərdən deyil, həm də dünya iqtisadi əlaqələri və İranın müxtəlif dövrlərə, o cümlədən dövlətlərə, o cümlədən Avropa ölkələri ilə münasibətləri kontekstində baş verən hadisələrdən gedir. Hazırki mərhələdə etirazlara nisbətən daha çox insan qatılıb. Bununla belə yenə də qeyd etmək lazımdır ki, İranda müxtəlif etnik və siyasi qruplar mövcuddur və hər birinin etiraz forması, tələbləri fərqlidir. Bəzi fars qruplar, o cümlədən molla rejimindən narazı olanlar, Rıza Pəhləvinin simvolları və bayraqları ilə aksiyalara çıxırlar. Lakin ümumi mənzərə onu göstərir ki, xalqın böyük hissəsi mövcud hakimiyyəti qəbul etmir. Sabir Rüstəmxanlı bildirib ki, bu prosesin pərakəndə parçalanmış və fərqli istiqamətlərdə aparılması onu göstərir ki, sıx toqquşmalar baş verir və insan tələfatı artır. Hər iki tərəfdən həm xalq, eləcə də hakimiyyət qüvvələri arasında ölən və xəsarət alanların olduğu bildirilir. Azərbaycan türkləri öz şüarları ilə mövqelərini açıq şəkildə ifadə edir. Molla rejiminə münasibətlərini bildirirlər. Azərbaycanın maraqları isə fərqlidir və daha geniş strateji çərçivədə qiymətləndirilir. Əgər bu proses uzun müddət davam edər, etnik zəmində etiraz dalğası genişlənər və İranda daxili parçalanma riski yaranarsa, Azərbaycan öz tarixi təcrübəsinə əsaslanaraq mövqeyini müəyyənləşdirə bilər. Belə bir halda Cənubi Azərbaycan öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilər. Lakin xarici amillər və mümkün qan tökülməsi ehtimalı nəzərə alındıqda bu senari arzulanan hesab edilmir. Azərbaycan bu proseslərə elə güneydə də son dərəcə ehtiyatla yanaşır.